Salam əziz balalar. Bugünkü dərsimizdə biz dərsimizin 5-ci bölməsi olan ixtiralar bölməsi üzrə 4-cü fəslin mövzularına başlayırıq. Bu fəsil özün düzəlt adlanır. Fəslin ilk mövzusu əsrin oyuncağı adlanır. Əvvəlcə deyin görək hansı oyuncaqlarla oynamağı xoşlayırsınız və nəyə görə məhz bu oyuncaqlar? Bəs heç özünüz oyuncaq düzəltmisinizmi? Bugünkü mövzumuzun adı əsrin oyuncağı adlanır. Sizcə necə düşünürsünüz? Mətn niyə belə adlanır? O hansı oyuncaqdır ki, onu əsrin oyuncağı hesab edirlər? Yəqin ki, şəkillərdən bunun hansı oyuncaq olduğunu müəyyən etdiniz. İndi isə gəlin mətndən bir hissəni oxuyaq. Mətnin ardını isə özünüz oxuyarsınız. Daha sonra mətnlə bağlı sualları birlikdə cavablandırarıq. Əsrin oyuncağı. Dünyada məşhur olan Lego oyuncağı kiçikdən böyüyə hamıya tanışdır. Hər kəs çox maraqla Lego parçalarından fiqurlar düzəltməyi sevir. Bəs ilk Legolar necə yaranmışdır? Təxminən 100 il əvvəl uzaq Danimarka ölkəsində Oliver Christian adlı bir dülgər yaşayırdı. O öz kiçik emalatxanasında taxtadan mebel hazırlayıb satmaqla məşğul olurdu. Oliver'in kiçik oğlu Gottfried tez-tez atasının emalatxanasına gəlirdi. O maraqla mebel əşyalarının düzəldilməsinə baxırdı. Oliver də həvəslə öz peşəsinin sirlərini oğluna öyrədirdi. Mətnin davamını oxumağı sizə həvalə edirəm. Biz isə mətnlə bağlı tanış olmayan sözlərin mənasını öyrənməyə başlayaq. Söz boğçasındakı sözlərə diqqət edək. Bu sözlər emalatxana, istehsal, Lego, itki və dəst sözləridir. Görürsən bu sözlərin mənası nədir? Lego konstruksiya oyuncağıdır. Yəqin ki, hər biriniz bu oyuncaqla tanışsınız. Müxtəlif hissələrdən ibarət bir oyuncaq dəstidir. Bəs dəst nədir? Dəst əşyalar toplusuna deyilir. Gəlin bu sözləri mətndə bir daha xatırlayaq. Oyuncaq parçaları dəstlər şəklində qutulara yığılır və mağazalara göndərilirdi. Göründüyü kimi, burada dəst sözü məhz Legonun hissələrindən ibarət yığılmış bir dəst kimi nəzərdə tutulur. Bəs emalatxana nə deməkdir? Emalatxana istehsal müəssisəsinin binasıdır. Məsələn, Oliver'in kiçik oğlu Gottfried tez-tez atasının emalatxanasına gəlirdi. Yəni, atasının işlədiyi binaya gəlirdi. Bəs istehsal nə deməkdir? İstehsal hər hansı bir şeyi hazırlamaq deməkdir. Məsələn, mebelin istehsalı zamanı çoxlu kiçik taxta parçaları artıq qalır, zibilliyə atılırdı. İstehsalı, yəni mebelin hazırlanması zamanı. Bəs itki sözü nədir? İtki, ziyan, zərər deməkdir. Gəlin mətndən bu sözün işləndiyi cümləyə baxaq. Dülgər düşündü ki, itkiyə gedən taxta parçalarından oyuncaqlar hazırlayıb sata bilər. Yəni, ziyana gedən, yəni zərərə gedən taxta parçalarından oyuncaq hazırlayıb sata bilər. İndi isə gəlin mətnlə bağlı suallarımızı cavablandıraq və mətni nə dərəcədə mənimsədiyimizi yoxlayaq. Birinci sualımıza baxaq. Oliver Christian hansı peşə ilə məşğul idi? Əlbəttə ki, o dülgər idi. Bəs nəyə görə oyuncaq qurmağa başladı? Əgər yadınızdadırsa, bir gün o, oğlunun taxta parçaları ilə oynadığını gördü və düşündü ki, itkiyə gedən taxta parçalarından oyuncaq hazırlayıb sata bilər. Beləliklə, Danimarkalı dülgər taxtadan oyuncaqlar düzəltməyə başladı. Hətta bu oyuncaqlara ad da verdi, Lego. Bəs Gottfried'in hansı fikri hamı ilə razılaşdırıldı? Yadınızdadırsa, Gottfried təklif etdi ki, oyuncaqları hazır şəkildə deyil, hissələrə bölünmüş halda satsınlar. Alıcılar özləri bu hissələrdən oyuncaqlar yığsınlar. Oliver və emalatxana işçiləri də Gottfried'in fikrini bəyənmişdilər. Və növbəti 4-cü sualımıza baxaq. Lego sözünün mənası nədir? Əgər yadınızdadırsa, mətndə bir haşiyə verilmişdi və həmin haşiyədə məhz Lego sözünün mənası yazılmışdı. Lego Danimarka dilində
Legot, yəni yaxşı oyna mənasını verir. Gəlin növbəti tapşırığımıza baxaq. Söz boğçasındakı sözləri verilmiş izahlarla uyğunlaşdırın. Ziyan, zərər. Sizcə bu məna hansı sözə aid idi? Əgər yadınızdadırsa, bu itki sözünə aid idi. Hər hansı bir şeyi hazırlamaq necə adlandırılırdı? Bu istehsal adlanırdı. Müəyyən bir məqsəd üçün lazım olan əşyaların toplusu dəst adlanırdı. Bəs sizcə istehsal müəssisəsinin binası necə adlanırdı? Bu emalatxana adlanırdı. Növbəti tapşırığımıza baxaq. Cədvəldən istifadə etməklə Lego haqqında məlumat vərəqi hazırlayın. İxtiranın adı Lego idi. Bəs bu ixtiranın mahiyyəti nə idi? Əgər xatırlayırsınızsa, mətnin elə son abzasında bu ixtiranın mahiyyəti verilmişdi. Bu ixtiranın mahiyyəti uşaqlarda yaradıcılıq bacarığını inkişaf etdirmək idi. İxtiraçısı kim idi? İxtiraçısı Oleg Kristian idi. Bəs hansı ölkədə ixtira olunmuşdu? Danimarkada ixtira olunmuşdu. Bu oyuncaq haqqında əlavə məlumatları yazmağı isə sizə həvalə edirəm. Burada dərsimizi bitiririk. Növbəti dərsimizdə görüşərik. Hələlik.